Hamı salam dostlar, necəsiniz, var nə yox, mən Əmid. Bu gün sizinlə birlikdə gördüyünüz kimi oynat, yedeyə bıraq və sat oynayırıq effekti ilə qarşınızdayam. Və ilk öncə Neymar çıxdı. Neymar əvvəlki olsaydı oynadardım. Amma indi də satmayaq. Yəni yedeyə buraxmaq olar da. Neymarı qoyduq yedeyə. Vinicius Junior. Yedeyə buraxmaram. Həm qəşəng pul eləyir. Oynadarım mən bunu. Neymar deyirəm. Vinicius oynatmaq olar. Növbəti oyuncumuz Robert Lewandowski. Lewandowski'ni də yedeyə qoyaq. Məncə Lewandowski'ni də yedeyə qoyaq. Artıq o da yaşlanır. Otursun bir kənarda. Cavanlarımız yorulanda o da girər. İbrahimovic. Oy. Bu da əfsanə oyuncudur. Çox əfsanə oyuncudur. İbrahimovici də İbrahimovici satıram mən. Satıram. Mauro Icardi'ni də satıram. Və Mbappe gəldi. Kylian Mbappe. Mbappe'ni oynadıram. Mbappe oynasın. Və Haaland gəldi. Haaland da oynasın. Mbappe, Vinicius Junior, Haaland üçlüsü oynuyor. Gördüyünüz kimi Benzema da yedəkdə qalsın. Və 2 dənə satdıq. Ayda olmadı ki. 2 dənə sata biləcəyimiz oyuncu oldu. O da məcbur satdı. Ayda. Dostlar, mən xahiş edirəm ağzınızdan çıxardım. Yəni mən də sizə bəzi bir olsun. Mən bilməzdim effektə bunlar gələr. Messi ilə Ronaldo satdıq. Təəssüf. Yəni bunları satardım ya yedeyə qoyardım. Bunları oynadardım. Mənim də sıralamam belə oldu, amma olsun. Siz olsa necə sıralayardınız? Yorumlarda bölüşməyi unutmayın. Sağ olun.